Sabirabad rayon İctimai Birliği'nin üzvü Abışova Turanın Ulduz kızı. Bu video çəkilişimdə müraciətim ondan ibarətdir ki, küçəmizin kanalizasiya sistemi bu vəziyyətdə olduğuna görə müraciət edirəm ki, yəni keçən yağan yağışlar, leysan yağışlar nəticəsində mənə məxsus təsərrüfatıma ciddi ziyan dəydi. Deməli, ziyan da necə dəydi? Yəni, haradasa 3000-ə, 4000-ə yaxın ziyan dəydi mənə. Yəni, kanalizasiya xətti, baş kanalizasiya xətti dolu olduğuna görə bizim küçəmizin kanalizasiyası ona bağlı olduğuna görə su axmır. Yağan yağışlar da dolur kanalizasiya xəttinin içinə. O da kanalizasiya suyu ilə birlikdə vurur həyətlərimizə. Biz də bununla bağlı sizdən xahiş edirəm. Cənab müəllimlər və İctimai Birliyimizin üzvlərindən və müdirlərindən ki, bu işdə bizə köməklik göstərəsiniz. Yəni, yağış yağanda da küçəmiz hələ heç bir yağış yoxdur. Cılğa şehlə bu küçə belə su olur. Yəni, vəziyyət bu vəziyyətdir. Toklardır. Yəni, sabahları o tokun biri məsələndirəm, Allah eləmişimə qırıldı, düşdü bu qamışın üstünə. Bu qamış da kanalizasiya xəttində çıxıb. Kiminsə evi burada yanıb kül olacaq. Bu belə. Ona görə yəni, vəziyyətimiz çox acınacaqlıdır. Vəbşi yağışdır, qardır, yağanda. Yəni, buradan keçib getmək heç vəbşi mümkün olmayır. Su, palçıq, yəni, mümkün olmur gedib gəlmək. Bura küçədəki Sabirabad rayon Heydər Həmidov küçəsidir. Mərkəzi küçədir. Bu da tokdur. Yəni, bunun buradan götürülməyinə yəni, köməli istəyirik ki, bu yəni, sabahları burada yanğın oldu. Hər birimizin evimizə buradan ciddi ziyan gələcək. Yəni, bu yaxşı olar ki, boşluq bir yerdən yəni, qoyulsun ki, yəni, buradan uşaqlar məktəbə gedir. Birdən burada məsəl üçün toklar qırıldı. Yəni, orada qırılmışdı, yanğın baş vermişdi. Hə, belə. Siz kanalizasiya axacaq yeri yoxdur. Hamısı kanalizasiya sularının, yəni demək olar ki, yağış yağdı, həyətlərimizdə qalır. Keçib getmək mümkündür. Onunla bağlı elə mən video çəkilişim də var özümün əlimdə, keçən o su basma olanda. Hə, belə mənim. Yəni bu küçən, o gəldiyim yer başı ilə, bu da axırıdır. Yəni özüm mən küçənin axırında qalıram.